Yeni dünyanın çağırışı, keçmişin izində gələcəyə doğru səyahət uzaq zamanlarda Azərbaycanın qədim torpaqlarının səsinin, əcdadların hikmətini və xalqın dərin duyğularını özündə cəmləşdirən, min illərin xatirələrini daşıyan bir kənd vardı. Bu kənd Günəşabad adlanırdı. Qədim daş evləri, dar küçələri, ağacların və çayların səsi ilə hər küncündə keçmişin vətənpərvər nağıllarını, sevginin, kədərin və ümidin izlərini yaşadan bu yer, indi yeni bir dünya arzusu ilə yenidən doğmağa hazır idi. Kəndin mərkəzində Ümid məscidi ənin sükutlu divarları arasında hər səhər günəşin ilk şüaları ilə birlikdə insanın qəlbində parlayan o sarsılmaz işıq, keçmişin dərin izlərini və gələcəyin ümidlərini daşıyırdı. Hər kəs nəsildən nəsilə ötürülən ənənələrindən, əcdadların öyrətdiyi dəyərlərə və torpağın verdiyi həyat dərslərinə sadiq qalıb, böyük arzularla gələcəyə baxırdı. Bu kəndin sakini, hörmətli Həsən bəy, həyatı boyu öyrətdiyi kimi, torpaq insanın ruhunun aynasıdır. Hər daş, hər yarpaq və hər axan su min illərin hekayəsini, sevginin, mərhəmətin və ədalətin sədasını eşidir, deyə söyləyirdi. Günəşabadın hörmətli ailələrindən biri olan Məmmədovlar ailəsi, kəndin dərin tarixini və mədəni irsini öz qəlblərində daşıyan insanlardan idi. Ailənin başçısı Həsən bəy, həyatı boyunca övladlarını torpaqla, ənənələrlə və insanın öz içində yatan sarsılmaz ümidlərlə yaşamağı öyrətmişdi. Onun iki övladı, gənc, çalışqan Rafiq və incə ruhlu, şeir dilində öz duyğularını ifadə edən Nigar, hər ikisi də atalarının sözlərini, keçmişin dərslərini və gələcək arzularını öz içlərində dərin izlər kimi daşıyırdı. Bir gün kəndin sakitliyini sarsıdan, uzaqdan gələn qəribə xəbərlər eşidildi. Qonşu şəhərə yeni gün doğuşədə inkişafa böyük addımlar atıldığı, texnologiyanın və müasir elmin tələblərinə uyğun yeni layihələrin həyata keçirildiyi, lakin bu yeniliklərin insan qəlbində yatan dəyərlərin, ənənələrin və sevgini unutduğu deyildi. Bu xəbərlər Günəşabadın sakinləri arasında həm həyəcan, həm də narahatlıq yaradırdı. Həsən bəy böyük məclisdə toplanan insanlara bizim torpaq min illərin hikmətini, sevgini və mərhəməti özündə cəmləşdirən o əbədi səsdir. Hər yenilik, hər modernizasiya bir addımdır, amma unutmamalıyıq ki, ən böyük zənginliyimiz keçmişin dərslərindən, əcdadlarımızın qoyduğu dəyərlərdə və insan qəlbində yanan o sarsılmaz ümiddə gizlidir, deyə söz aldı. Bu sözlər gənc Rafiqin ürəyində dərindən iz buraxdı. O, qərara gəldi ki, kəndin, torpağın və xalqın keçmişindən aldığı ilhamla yeni bir dünya qurmaq mümkün olmalıdır. Rafiq düşünürdü, yeni dünya nədir? O, yalnız müasir texnologiya və iqtisadiyyat demək deyil, o, insanın öz içindəki, əcdadlarımızın öyrətdiyi dəyərlərdə sevginin, ədalətin və mərhəmətin təcəssümüdür. Biz, keçmişin dərslərini unutmadan gələcəyə inamla addımlamalıyıq. Həsən bəyin sözləri və Məmmədovlar ailəsinin dərin kökləri gəncin ruhunda yeni dünya arzusu yaratdı. Nigar isə öz şeir və nəsr əsərləri vasitəsilə bu yeni dünya anlayışını insanlara çatdırmaq üçün çalışırdı. O, kəndin dar küçələrində, köhnə evlərin divarlarında və məscidin sakit künclərində oturaraq yeni dünyanın nə demək olduğunu, insan qəlbindəki ümidin, sevginin və mərhəmətin necə yaşaması lazım olduğunu şeirində ifadə edirdi. Onun hər sözü Tolstoyun dərin və düşündürücü ifadələrini xatırladaraq insanlara gələcək, keçmişin dərsləri və bugünkü dəyərlərin birləşməsindən yaranır mesajı verirdi. Günəşabadın sakinləri Həsən bəyin rəhbərliyi altında yeni dünya arzularını gerçəkləşdirmək üçün bir komitə yaratdılar. Bu komitənin məqsədi kəndin və ətraf bölgələrin qədim tarixinin, mədəni irsini və ənənələrini sənədləşdirərək gələcək nəsillərə çatdırmaq, eyni zamanda müasir dünyanın tələbləri ilə bu dəyərləri birləşdirərək insanlara həm maddi, həm də ruhi zənginlik bəxş edəcək layihələr həyata keçirmək idi. Rafiq, kəndin ənənəvi rəsm və hekayə sənətçilərindən, yaşlı müdriklərdən və gənc öyrəncilərdən ibarət olan bu layihədə fəal iştirak edərək keçmişin hekayələrini toplayır, onlardan dəyərlər çıxarır və bunları gələcəyə daşımaq üçün çalışırdı. Bu müddət ərzində kəndin hər küncündə, dar küçələrdə, məscid yaxınlığında və tarlalarda toplanan insanlar öz həyat hekayələrinin, acılarını, sevinclərini və uğurlarını paylaşırdılar. Hər kəs keçmişin acı dərslərini və sevginin, mərhəmətin sarsılmaz gücünü yeni dünya üçün bir ilham qaynağı kimi görürdü. Hər bir danışılan hekayə, hər bir şeir və hər bir xatirə insanlara bizim irsimiz, bizim dəyərlərimiz və ümidimiz, bunlar heç vaxt sönməz mesajını verirdi. Bir gün komitənin hazırladığı Yeni Dünya adlı kitabın nəşri zamanı Günəşabadın meydanında böyük bir mərasim təşkil edildi. Bu mərasimdə kəndin yaşlıları, gəncləri, sənətkarları və hər kəs bir araya gəlib, keçmişin dərin izlərini, torpağın səsini və insan qəlbində yanan o əbədi ümidin təcəssümünü qeyd etdilər.
Həsən bəy mərasimdə belə dedi: "Bu kitab yalnız bir tarix xatirəsi deyil, o, bizim öz içimizdəki dəyərlərin, əcdadlarımızın öyrətdiyi sevgi və mərhəmətin, həm də gələcəyin ümidinin bir simvoludur." Biz yeni dünyaya doğru addımlayarkən keçmişimizin dərslərini unutmamalı və hər zaman ürəyimizdə sarsılmaz inamı yaşatmalıyıq. Bu sözlər həm gənc Rafiqin, həm də incə ruhlu Nigarın qəlbində dərindən əks-səda verdi. Onlar kitabın hər bir səhifəsində, kəndin dar küçələrində və hər evin pəncərəsində keçmişin hekayələrinin və gələcəyin ümidinin səsini eşidirdilər. Nigarın yazdığı şeirlər yeni dünyanın nə demək olduğunu, insanın öz içindəki dərin duyğuları, ümid və sevgini necə yaşatmalı olduğunu gözəl və təsirli sözlərlə ifadə edirdi. Rafiq isə keçmişin zəngin irsindən aldığı ilhamla gələcək üçün yeni yollar açdığının, insanın öz qəlbində daşıdığı sarsılmaz ümidin, sevginin və mərhəmətin necə canlı qalacağını göstərirdi. Zaman keçdikcə Günəşabadın sakinləri yalnız bir kitabın nəşri ilə kifayətlənmədilər. Onlar öz köklərinə sadiq qalaraq yeni dünya arzularını gerçəkləşdirmək üçün bir sıra layihələr həyata keçirdilər. Məktəblərdən, mədəniyyət evlərində, hətta kəndin tarlalarında belə keçmişin hekayələrini və ənənələrini yaşatmaq üçün xüsusi günlər və bayramlar təşkil edildi. Hər kəs öz içində yanan o əbədi işığı, keçmişin dərin hikmətini və gələcəyin parlaq ümidini qoruyaraq bir ailə, bir xalq kimi birləşdi. Bu böyük hərəkətlər arasında Rafiq və Nigar bir-birinin yanında sevgi və ümidin sarsılmaz gücünü, həyatın ən dərin sirlərini bir-birinə açaraq yeni dünyanın necə olmalı olduğunu düşünürdülər. Onlar Tolstoyun romanlarında təsvir olunan kimi həm acıların, həm də sevinclərin birləşdiyi, insanın öz içindəki gücü kəşf etdiyi bir həyat yolunu seçmişdilər. Hər bir gün, hər bir an onların həyatında keçmişin dərsləri və gələcəyin ümidləri bir-birinə qarışır, sanki hər şey yeni dünyanın çağırışını daha da gücləndirirdi. Beləliklə, əbədi ümidin səsləri, sevgi və qədim dəyərlərin nağılı adlı bu dastan Günəşabadın torpağında hər kəsin qəlbində yaşayan min illərin tarixini, əcdadların hikmətini və insanın sarsılmaz ümidini təcəssüm etdirərək, yeni dünya arzularının canlı şahidi oldu. Hər kəs bilir ki, ən böyük zənginlik, keçmişin dərsləri, sevginin və mərhəmətin dərin səsi, yalnız öz içimizdə gizlidir. Biz bu dəyərləri yaşatmaqla gələcək nəsillərə, həmçinin bütün dünyaya insan ruhunun əbədi gücünü və sarsılmaz ümidini bəxş etmiş o nağılı təqdim edirik. Günəşabadın dar küçələri, məscidin sakit küncləri və evlərin pəncərələri gələcək üçün bir örnək, bir ilham qaynağı olaraq sarsılmaz bir ümid və sevgi işığı yandırmağa davam edəcək. Hər kəs bu dastanı oxuduqda keçmişin dərin izlərinin, torpağın səsini və öz qəlbində yanan o əbədi ümidin nə qədər qiymətli olduğunu bir daha xatırlayacaq. Beləliklə, yeni dünya yalnız müasir texnologiya və inkişafa deyil, həm də keçmişin ənənələri, sevginin, mərhəmətin və insan qəlbinin sarsılmaz gücünə bağlıdır. Bu dastan min illərin xatirələrini, hər kəsin ürəyində yanan dərin duyğuları və sarsılmaz ümidləri bir araya gətirərək, Azərbaycanın qədim torpağından çıxan, gələcəyə doğru parlaq addımlar atacaq bir irs olaraq, nəsildən nəsilə ötürüləcək və əbədi yaşanacaq.